Qaçaqçılıq kampaniyanın əlində küllü miqdarda çay buraxmışdı. Yəni deposunda 10 min tondan çox çay buraxmışdı. İstər satsın, istər satmasın, fərqi yox idi. Onun vergisini verməli idi və hökumətə 1 milyon sterling pul borcluydu. Və kampaniyanın həll yolu da nə idi? Hökumətin onun lehinə qərar verməyini təmin etmək idi. Nəticədə 1773-cü ildə çay qanunu çıxdı və maddələr arasında kampaniyaya 1,4 milyon sterling dövlət krediti vardı. Sonra Çindən Amerikaya birbaşa çay nəqli vardı. Ayrıca kampaniya İngilis ixracat vergisi ödəməyəcəkdi. Çox az olan Amerika vergisini ödəyəcəkdi. Bu da Amerikadakı tək yetkili təmsilçilər ödəyəcəkdi özləri ilə. Bu, güyətən hökumətin müstəmləkəçiləri vergiləndirmə haqqını göstərəcəkdi. Həm də qaçaq çay qiymətini düşürüb qaçaqçıları zəif edəcəkdi. Kampaniyanın yetkililərinə görə müstəmləkəçilər minnətdar olacaqdı. Çünki nəhayətində çay qiyməti düşəcəkdi. Amma böyük yanıldılar. Amerikalı müstəmləkəçilərin, xüsusən də New Englandın rəfahı, istər Fransız, Qərb Hind adalarından Rom üçün o miras almaq olsun, istər Hollandiyadan qaçaq çay işi olsun, Londonun müdaxiləsi olmadan fasiləsiz, nəzarətsiz ticarətlərinə bağlı idi. İngilis mallarını boykot etdilər və prinsip olaraq Londondakı hökumətə vergi verməyi rədd etdilər və hökumətin pərəkəndə çay satışında Şərqi Hindistan kampaniyasına təkəl haqqı verməsinə də qəzəbli idilər. Bir çox İngilis tacirlər də hökumətdəki bu kampaniya gücündən narazı idilər. Qanun qüvvəyə girib kampaniyanın çay yüklü gəmiləri Amerikaya çatınca müstəmləkəlilər neyniyir? Gəmilərin yük boşaltmalarını əngəllədilər. Bu aslında hamınızın bildiyi hekayədir, Boston Çay Partisi. Və 16 dekabr 1773-cü ildə Mohawk qızıldəriləri kimi geyinən bir qrup protestocular kampaniyanın Boston limanındakı 3 gəmisindən çıxırlar və 3 saat içərisində 342 sandıq çayı dənizə döktülər. Bunu digər limanlarda bənzər çay partiləri izlədi.